Salam, hər vaxtınız xeyir olsun. Bugünkü olimpiada suallarından bəzi sualları sizə təqdim eləyək. Burada birinci sualda qeyd edir ki, Roma İmperatoru Adrianın fəaliyyətinə aid olan xüsusiyyətləri müəyyən edin. Parfiyanın paytaxt şəhərini ələ keçirilməsi. Bu doğru deyil, çünki Ktesifonun ələ keçirilməsi Trayan adı ilə bağlıdır. Albaniya dövlətli əlaqələrin saxlanması, bəli, burada B uyğun cavab olar. Hökmdarlar əlaqələrin saxlanması. Digər bir sualda Albaniyanın 7-ci əsr 1 və 2-ci yarısı tarixi üçün ortaq cəhətdir. Ərəb xilafətindən asılılığın qəbul edilməsi. Ərəb xilafətindən asılılığın qəbul edilməsini götürə bilərik əslində. Çünki 40-cı illərdə də və sonraki illərdə də deməli ərəblər Azərbaycana hücum ediblər. Sasanilər müttəfiq olaraq döyüşlərdə iştirak etmişdi. Bunun ikinci yarısına aid etmək olmaz. Bu birinci yarıya aid etmək olar. Xəzər xaqanlığının hücumuna məruz qalması. Xəzər xaqanlığının yürüşünə məruz qalması, Xəzər xaqanlığı 650-ci, 7-ci əsrin ortalarında olduğu üçün yenə bunu da götürmədik. Sasani mərzibanlar tərəfindən idarə olunması da aid olmaz. Hökmdarın Bizans imperatorunun vasalına çevrilməsi bu 630-cu ilə aid olduğuna görə, yəni Varaz Qriqorun dövründə olduğuna görə bunu da götürmürük. Elə sualın da o cavabı burada A variantı uyğun qalır. Digər bir sualda Türkmənçay müqaviləsinin Azərbaycan iqtisadiyyatına təsirlərindədir. Yerli sahibkarlar yalnız kənd təsərrüfatı məhsulları istehsal edə bilərdilər. Bu yanlışdır. İqtisadiyyatın müstəmləkə iqtisadiyyat xarakteri alması 2 doğrudur, 2 ola bilər. Azərbaycanın Rusiya sənayesi üçün məhsul istehsallarının ölkəyə çevrilməsi, bu da doğrudur. Kapitalist münasibətinin inkişafının qarşısını aldı, yanlışdır bu. Elə ki 3, yəni C variantı uyğun cavab olacaqdır.